Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. İmtahanlarda rastlaşa biləcəyimiz və ən çox çaşdığımız mövzulardan birinə aid belə bir test nümunəsi hazırlamışam. Testi izah etməzdən əvvəl bu tip feillərdə, bu tip deməli used to, get used to be used to olan feilləri işlədərkən nəyə fikir verməliyik? Əvvəlcə onun izahını verim. Deməli, bizdə var sadəcə used to ifadəsi, used to. Sadəcə used to ardı, ərdi kimi tərcümə edirik. Yəni, keçmişdə hər hansı bir hərəkət olardı, edərdik, indi etmirik. Və bu bir modal expressiondur və bunun sualı, inkarı did köməkçi feili vasitəsilə düzəlir. Did yazarkən diqqətli olmalı olduğumuz məqam isə use'un axırındakı d hərfini silməkdir. Məsələn, didn't use to, etməzdi mənasına gəlir, amma indi edir tərsinə. Və digərləri get to be used to be, to get və to become used to ifadələridir. To become used to. Bu ifadələrdə isə bunların mənası deməli vərdiş etmək, öyrəşmək deməkdir. Hər hansı bir hərəkətə get-gedə tədricən vərdiş etmək və ya öyrəşmək mənası verir. Burada bunun fərqi nədir? Used to-nun üstünə biz gəlirik bare infinitive, yəni feili to-suz feil forması. Çünki to burada var. Used to go, məsələn. Amma to be used to get used to become used to olarsa, bir sözlə used to-nun qabağında bu feilləri görürsünüzsə, to be-nin formaları əmizar, was, were, get feili istənilən zamanda və ya become feili, o zaman buradakı to prepositiondur, yəni söz önüdür. Söz önlərdən sonra biz feilləri hansı formada yazırıq? ING ilə, gerund formasında. Yəni, bura yazsam olar going, used to going. Bu testdə cümlələri oxumazdan əvvəl yanlış versiyalarımızı çıxmağa çalışmalıyıq. A bəndinə baxaq. I got used to driving. Problem varmı? Yoxdur. Çünki gotdan sonra used to gələr. Buradakı kimi get feilinin keçmiş zamanıdır. To prepositiondur, feil ING ilə gəldi. Birinci hissədə səhvlik yoxdur. İkinci tərəfə baxaq. Isn't used to ask. Baxın, to be used to ifadəsidir. Deməli, to-dan sonra feilimiz olmalıydı asking. Ona görə də A variantı çıxırıq. B variantına baxaq. Get used to drive. Get varsa, deməli, burada drive necə olmalıdır? Driving olmalıdır. B variantını da artıq çıxa bilərik. C variantına baxaq. Used to drive. Burada problem yoxdur, çünki used'un qabağında başqa feil yoxdur. Ardı, ərdi mənasında olandır. Bu hissədə bir problem yoxdur. İkinci tərəfə baxırıq. Didn't used to. Burada isə, baxın, didn't var, amma used'un d-siz, sözün sonunda d hərfi qaldığı üçün C variantı da yanlış formadır. D variantına baxaq. I got used to driving. Yenə də got varsa, to-dan sonraki feilimiz olmalıdır ING ilə. İkinci tərəfdə isə isn't, yəni to be used to ifadəsidir ING ilə. D variantında bir problem görmürəm. Y variantına baxaq. Are used to driving, to be used to ING. Doğrudur. Isn't used to asking olmalıydı. Çünki used'un qabağında to be feili var. Y variantı da yanlışdır. Gördüyünüz kimi cümlələri oxumadan düzgün cavabı tapmaq mümkün oldu. Yerinə qoyarsaq birinci cümlədə olur ki, they got used to driving on the left side of the road after moving to England. Onlar İngiltərəyə köçəndən sonra yolun sol tərəfindən sürməyə vərdiş etdilər. Və ikinci cümləmizdə Sarah is very independent. Sarah çox müstəqildir, azaddır. She isn't used to asking for help. O kömək üçün xahiş etməyə vərdiş etməyib, buna öyrəşməyib. Yəni düzgün cavab oldu D variantı.